Salam əziz şagirdlər, bu gün sizinlə test toplusundan kvadrat köklər həqiqi üslü qüvvət alt bölməsindən n-ci dərəcədən kök, həqiqi üslü qüvvət və onun xassələri alt bölməsinə aid bir neçə maraqlı sualın izahı ilə tanış olacağıq. İlk sualımız 18 nömrəli sualdır və sualda deyilir. İfadəni sadələşdirin. İfadəmizi köçürək səliqə ilə. Görürük ki, kök altında 3-cü dərəcədən 9 kök altında 3-ün və eyni zamanda kök altında 2-ci dərəcədən 3, kök altında 3-cü dərəcədən 3-ün nisbətinə bu əlavə ediblər ifadədə. Bu ifadəni sadələşdirmək üçün ilk əvvəl gəlin daxildən başlayaq. Daxildən necə başlayırıq? Kök altında 3-cü dərəcədən 9-a 3-ün kvadratı kimi deyirik. 3-ə isə vurulsun 3 üstü 2-də 1 kimi baxacağıq. Daha sonra məxrəcdə də kök altında 3 vurulsun kök altında 3-cü dərəcədən 3-ə 3 üstü 3-də 1 kimi baxırıq. Bu ifadənin təbii ki, bizdə kubu tapılacaq, bərabərdir. Davam edirik. Burada kök altında 3-cü dərəcədən 3 üstü vurulduqda qüvvət üstləri toplanır. Yəni 3 üstü 2 üzərinə gəl 2-də 1, 2 tam 2-də 1. Bu isə 2-də 5 kimi sadələşdiriləcək. Daha sonra məxrəcdəki ifadəmiz kök altında 3 üstü 3-də 1 və 1 toplanır. 1 tam 3-də 1, yəni o isə 3-də 4 eləyəcək bizim üçün. Bölünsün və bu ifadənin ümumilikdə kubu verilib. İndi davam edirik biz. Burada kök altında 3-cü dərəcədən 3 üstü 2-də 5 olduğuna görə bunu kök işarəsindən azad edib tək 3-ün qüvvəti kimi yazsaq, bu 3 məxrəcə vurulacaq, yəni 6-da 5 eləyəcək. 6-da 5. Daha sonra məxrəcdə isə 2-ci dərəcədən qüvvətdir, yəni 2 bu dəfə 3-ə vurulacaq məxrəcə, yəni 3 üstü olacaq yenidən 6-da 4 və bu ifadənin bizdə kubu verilib, bərabərdir. Böldükdə üstlər çıxılır, yəni 3 üstü 6-da 5 çıxılsın 6-da 4 ifadəsinin kubu bərabərdir 3 üstü 6-da 1-in kubuna. 6-da 1 və 3 bir-birinə qüvvət üstlərini qüvvətə yüksəltdikdə vururduq. Yəni 6-da 3 eləyir. Onu biz sadələşdirib 2-də 1 yaza bilərik. 3 üstü 2-də 1 isə elə kök altında 3-ə bərabərdir. Düzgün cavabımız 18-ci sualda E variantı eləyir. Növbəti sualımız 27 nömrəli sualdır və sualda deyilir. A kiçikdir 0 olduqda A kök altında 4-cü dərəcədən B ifadəsində vurğu kök işarəsi altına salın. Burada təbii ki, 2 vurğunu kök işarəsi altına salmaq üçün onu 4-cü dərəcədən qüvvətə yüksəltməliyik. Yəni kök altında 4-cü dərəcədən 2 üstü 4, 2 üstü 4-ü yazaq elə. Sonra sadələşdirərik. Daha sonra A-nın özünü kök altına salmaq üçün onu 4-cü dərəcədən qüvvətə yüksəldəcək. A üstü 4 olacaq və vurulsun B. Lakin burada bir xırda bir məqam var. A-nın 0-dan kiçik olduğu deyilir. Biz isə bilirik ki, kök altında cüt dərəcədə mənfi ədəd ola bilməz. Yəni A əgər mənfi ədəddirsə, o kökün altına salındıqda öz mənfisini kəsrin qarşısında qoyaraq kökün altına daxil olur. Yəni kəsrin qarşısına bir mənfi yazılır. Bərabərdir. Bu ifadəni sadələşdirsək biz, mənfi kök altında 4-cü dərəcədən 2 üstü 4, yəni 16, A üstü 4, B ifadəsini alırıq və variantlara fikir versək, bu ifadə A variantını verir. Növbəti sualımız 51 nömrəli sualdır və sualda ifadənin qiymətini hesablamaq tələb olunur. Burada qüvvət üstləri bir-birinə vurulur. Mən ifadəni birbaşa bir qədər sadələşdirmələrlə yazacağım. Yəni 17 üstü 2 vur 0, yəni 17 üstü 0 eləyir. Çıxılsın 2 üstü mənfi 2, yəni 1 böl 2 üstü 2, yəni 4 deməkdir. 1 böl 4.
vurulsun 64 üstü 3'te 2 verilib 64'ü biz 4 üstü 3 göstərib, onun üstü 3'də 2 kimi yaza bilərik. Çıxılsın 8'in üstü -1,3'də 1'dir. 8'i 2 üstü 3 göstəririk. 2 üstü 3. Onun üstündə -1,3'də 1'i də düzgün olmayan kəsrə çevirsək, -3'də 4 almış olarıq. Vurulsun 32 qalıb. 32 qalsın hələ ki 32. Onu da 2 üstü göstərmək olar, amma ehtiyac yoxdur hələ ki. Üzərinə gəl. Bu ifadə 10 üstü -3'dür. Yəni 10 üstü -3 üstündə -3'də 1 yazılıb, bərabərdir. Sadələşdirməni davam edək. İstənilən bir ədədin sıfırıncı dərəcədən qüvvəti bizə 1 verir. 1 çıxılsın. Bu hissədə 4 üstü 3'ü 3'də 2'yə vurduqda 3'lərin ixtisarı baş verir. 4'ün kvadratı olur, yəni 16. 4'də 1 vur 16. 6. Çıxılsın. Burada da 3'ü -3'lü 4'ə vurduqda cavab olaraq alacağıq 3'lər ixtisar getdikdə 2 üstü -4, 2 üstü -4 isə 1 bölü 2 üstü 4'dür. O isə 1 bölü 16 verir. Vurulsun 32. Üzərinə gəl. İfadəmizin ardında -3'ün -3'də 1'ə vurulmasından ilə müsbət 1 alınır. Yəni 10 üstü 1. O isə 10'u verir bizə. Davam edirik. Burada 16 və 4'ün ixtisarından 4. Burada 16 və 32'nin ixtisarından 2 qalır. Yəni 1 çıx 4 çıx 2 üzərinə gəl 10 almış oluruq. Nəticədə cavabımız 5 eləyir. Deməli, düzgün cavab eləyir Y variantı. Növbəti sualımız 66 nömrəli sualdır və deyir ki, x bərabərdir kök altında 5 üzərinə gəl 2 ədədinin tərsi ilə y bərabərdir kök altında 20 üzərinə gəl 4 ədədinin hasilini tapın. Gəlin ilk əvvəl bu ədədin tərsini tapaq. Bu ədədin tərsi 1 böl x deməkdir. Bu isə bizdə 1 böl kökdə 5 üstəgəl 2 deməkdir. Və bu ədəddən isə biz bir qədər xırda sadələşdirmələr eləyək. Kök altında 20-ni kök altında 4 vur 5 kimi göstərək. Üzərinə gəl 4. Burada 4 kök altından çıxsa 2 kök altında 5 üzərinə gəl 4 alarıq. Və bərabərdir. Bunu da sadələşdirməli olsaq 2-ni mötərizə xaricinə çıxaraq kökdə 5 üzərinə gəl 2 almış olarıq. Bizdə bu iki ədədin hasili soruşulur. Yəni bu hissəni ayıraq. 1 böl x vurulsun y soruşulurdu bizdən. 1 böl x-i aldıq. 1 böl kök altında 5 üzərinə gəl 2 kimi vurulsun. Y-imiz isə təbii ki 2 kök altında 5 üzərinə gəl 2 formasında bir ifadədir, bərabərdir. Burada kökdə 5 üzərinə gəl 2'lər ixtisar getsə, ifadənin cavabı olacaq 2. Deməli, 66 nömrəli sualın cavabı 2 elədi. Keçirik 68 nömrəli sualın izahına. A-nın hansı ən kiçik natural qiymətində ifadəsinin mənası var demək istəyir. Bizdə ifadənin mənasını var deyirsə, demək ki, bizdə ifadənin mənası olmayan hissələr var. Gəlin bu ifadəni mənfi altda 1 olduğundan bu ifadəni riyazi qaydalarla yazaq. Yəni A üstü 2 çıx 7 A çıx 8 əgər üzərində -6-da 1 yazılıbsa, deməli bu ifadə 1 bölünsün. Həm kökün altında 6-cı dərəcədən, həm də məxrəcdə yerləşən bir ifadədir. A-nın kvadratı çıx 7A çıx 8 formasındakı bir ifadədir. Bu ifadənin mənası var deyirsə, deməli məxrəc həm 0 ola bilməz, həm də cüt dərəcədən kök altında olduğuna görə mənfi ola bilməz. Deməli, A-nın kvadratı çıxılsın 7A çıxılsın 8 ifadəsi böyük olmalıdır 0-dan. Bu ifadənin böyük olduğu 0-dan bərabərçiliyini həll etmək lazımdır. Bunu həll etmək üçün gəlin sol tərəfdəki ifadəni vurğulara ayıraq. A-nın kvadratı üzərinə gəl A çıxılsın 8A çıxılsın 8 kimi göstəririk. Böyükdür 0. Bu ikisindən A-nı mötərizə xaricinə çıxarsaq A üzərinə gəl 1 çıxılsın 8 vur A üzərinə gəl 1 formasını alır bərabərçiliyimiz. A üzərinə gəl 1'ləri mötərizə xaricinə çıxarırıq. A üzərinə gəl 1 vurulsun
A çıxılsın 8 böyükdür 0 yazılıb. Diqqətlə baxsaq, burada köklərimiz -1 və -8-dir. Deməli, bizdə aralıqlarımız mənfi sonsuzluqdan -1-ə qədər olan aralıqda müsbət qiymətlər alacaq və bir də birləşsin 8-dən müsbət sonsuzluğa qədər olan aralıqda müsbət qiymətlər alacaq. Və mənası olan A-nın ən kiçik natural qiymətindən söhbət gedir. Sol tərəfdəki bərabər aralıqda natural qiymətlər yoxdur. Sağ tərəfə baxacağıq və 8-dən böyük olan ən kiçik ədəd bizə lazımdır. Təbii ki, biz o zaman 9-u cavab olaraq götürəcəyik. Keçirik növbəti suala. Növbəti sual 70 nömrəli sualdır və sualda deyilir ki, ifadəni sadələşdirin. Gəlin ifadəni yazaq. 4, 4-cü dərəcədən A çıx 3-ün üstü 4, üzərinə gəl, kök altında 3-cü dərəcədən 2A çıx 1-in kubu, üzərinə gəl, kök altında 2 çıx A-nın kvadratı ifadəsini sadələşdirin deyir. Bu ifadəni sadələşdirə bilməyimiz üçün biz ilk əvvəl diqqətli oluruq, görürük ki, burada kök altında 2 çıx A-nın kvadratı verilib, yəni 2 çıx A kökün altında yerləşir. Deməli, 2 çıx A böyükdür 0-dan və yaxud bərabərdir deyə bilərik, fərqi yoxdur. Bu halda mənfi A böyükdür, bərabərdir -2-dən, A isə kiçikdir, bərabərdir 2-dən almış oluruq. Yəni, A 2-dən ya kiçikdir, ya da bərabərdir. Bu, yalnız bu halda mümkündür, bu ifadə. Bu şərti bildikdən sonra, indi gəlin misalımızı sadələşdirməyə davam edək. Burada 4-cü dərəcələr getsə, bu ifadə cüt dərəcədən çıxdığına görə modulda A çıx 3 kimi sadələşər, üzərinə gəl. 3-cü dərəcədən olduğuna görə ədədin qiymətinin mənfi və ya müsbət olmağı bizim üçün fərq eləmir. Olduğu kimi kökdən azad edirik və üzərinə gəl. Təbii ki, burada da kvadrata yüksəltdikdə bu ifadə 2 çıx A kimi sadələşir. Bərabərdir. Modulda A çıx 3. A-mız 2-dən kiçik olduğuna görə bərabər kiçik. Bu ifadədə qiymət mənfi alınır. Yəni, bunu ifadəmizi moduldan əks işarə çıxaracağıq. 3 çıx A yazacağıq. Üzərinə gəl 2A çıx 1. Üzərinə gəl 2 çıxılsın A şəklində alır ifadəmiz. 2 ədəd mənfi A-mız var. Onlar müsbət 2A ilə islah gedir. Daha sonra 3 üzərinə gəl 2, 5 çıxılsın 1. Misalımızın düzgün cavabı eləyir 4. Beləliklə, bu mövzu haqqında suallarımızın izahı bu qədər. Növbəti videolarda görüşənədək.